Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 28-də Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə təkbətək görüşü olub. Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edilib. Bundan əlavə, ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb, fevral ayında 20-yə yaxın Azərbaycan şirkətinin Pakistanda ixrac missiyasında olduğu və bu missiyanın Azərbaycanın Pakistana ixracının artırılması məqsədi daşıdığı qeyd edilib. Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib və imzalanan Azərbaycan Respublikası ilə Pakistan Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında sazişin bu sahədə uğurlu addım olduğu vurğulanıb. Görüşdə humanitar və mədəni sahədə əlaqələr müzakirə olunub. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatı Sammitinin yüksək səviyyədə təşkil olunması ilə bağlı Baş nazir Məhəmməd Nəvaz Şərifə öz minnətdarlığını bildirib. Daha sonra Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində də iştirak edib. İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akça da bu quruma Azərbaycan sədrliyi dövründə səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, ötən müddətdə görülən işlərlə bağlı hesabat verib. İlham Əliyev Pakistanda səfərdə olarkən İslamabadda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Görüşdə ölkələr arasındakı dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub, iki tərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirilib. Enerji sahəsində həyata keçirilən layihələrdən danışılıb, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.